Selam aziz ve değerli soydaşlarımız. Bir daha her vaktiniz hayır olsun. Sizi Güney Azerbaycan Kurtuluş Partiyasının tarafından selamlıyorum ve hamımıza can sağlığı arz ediyorum. Aziz soydaşlarımız. Bildiğiniz gibi bizim həftəlik verilişlerimiz farklı, muhtelif konularda olur ve bu günlerde çok önemli bir demek ki konuyla birlikte yok. Bizi Azerbaycanımızın güneyini ümumiyyətlə çox etkiləyəcək və ya belə deyək ki, Azərbaycanımızın güneyini etkiləyib və etkiləməkdə olan bir konuyla başlayacağıq sözümüzü. Bilirsiniz ki, son zamanlarda Azərbaycan və ümumiyyətlə İran rejiminin muhalifleri tarafından, opozisyon tarafından hardasa bir proje esasında çok söhbət olunur, danışılır. O da budur ki, İran rejimi çalışır ki 25 milyon Afganlı ve Ərəb Kürt gəncilərini öğrenci formasında İran'da yerləşdirsin. Bunun əsaslarını əlbəttə ki, Afganların ümumiyyətlə Azərbaycanın güneyində demək olar ki, yaşamasına imkansız olduğunu, ya belə deyək, çox az imkanı olduğuna görə onları yönəldirlər ümumiyyətlə Farsistan bölgələrinə və o Farsistan bölgələrində bunları deportasiya olmuş Afganların yerində oturturlar. Özellikle orta yaşlı və yaşlı ailəvi deportasiyalar geçen ilin içinde, bu ilin içinde de çok idi. Əlbəttə ki, bu da İranın iqtisadi durumunun vəziyyətini göstərməkdədir. Yəni, onların yerini ancaq rejim öz gücləri kimi səfərbər etməyi düşünən bir sistem ortaya qoyur. O sistem öğrenci sistemi əsasında başlayıb və irəli getməkdədir. Demək ki, Azərbaycana gəlincə rejimin gələn, yəni yaxın illərdə Azərbaycanda ən azından 3 milyon İraqlını yerləşdirməyə çalışmasını göstərməkdədir. Bu 3 milyon İraqlının Azərbaycana yerləşdirilməsi sadəcə bir köçlər əsasında deyil, qanunsuz əsaslarda deyil, eyni zamanda qanun əsasları da içəməkdədir və bu baxımdan Azərbaycana 3 milyon gəlməsi əgər söz konusudursa, orada təbii ki, Təbriz, Ərdəbil, Urmu, Zəngan şəhərləri çox önəm daşıyır burada və bu əsasda universitetləri çox bahana tutaraq ümumiyyətlə bu axının Azərbaycanda gəlib yerləşməsini sağlayan bir sistematik olaraq strateji getməkdədir. Bu əslində stratejinin əsaslarında demək ki, hardasa 1 milyon Təbrizdə, Ərdəbildə, Urmuda yerləşdirməsi planı vardır. Bunun da səbəbləri həm hərbi, nizami, həm Soğut ceyşi, həm eyni zamanda demografik əsaslar üzərində olur və biz bunları bu günləri sizinlə birlikte açacağıq. Əlbəttə ki, bu birinci bölüm olacaqdır. Çünki biz verilişlərimizi qısa götürürük. Ondan ötürü ki, əzizlərimiz bunu başqa platformlardan da rahatçasına izləsinlər. İkinci verilişimizdə bugünün demək ki, verilişinin təkmilini sizinlə birlikte irəli aparacağıq. Bu 1 milyon Azərbaycanda, Azərbaycanın güneyində yerləşdirmə əlbəttə 3 böyük şəhərdə düşünülür və onun ardıca da hardasa 1 milyon, 1,5 milyon ümumiyyətlə imkanları olsa daha çox Zənganda, Qəzvində, Kərəcdə, İraqda və başqa demək ki, güneyə yönəlik şəhərlərimizdə var. Hətta burada rejimin özünün ümumiyyətlə stratejiləri əsasında Əncəli və demək ki, Astara da
bundan uzaq qalmır. O baxımdan bunları dediyim kimi bənd sizinlə paylaşacağıq, birlikdə müzakirə edəcəyik. Amma bu 6 başlıq əsası ki biz vermişik, 6 başlıq əsası nədən ibarətdir? Mən bu günləri çalışacağım ki bu 6 başlığı qısa olaraq başlıqlar əsasında sizinlə paylaşam. Gələn verilişimizdə bunu daha mükəmməl, daha təkmili şəkildə birlikdə yine devam edəcəyik. Ərəb Kürt öğrencilərinin Güney Azərbaycana öğrenci baxımı ilə öğrenci tablosu əsasında yerləşdirmə stratejisinin əsas 6 maddəsini, əsas 6 ana maddəsini sizinlə birlikdə paylaşıram. Birinci, Həşd-ü Şəbi üzərindən olan demək ki, Həşd-ü Şəbinin İraqda yasaklanması ilə və İraq hakimiyyət vasitəsilə bunu yasak elan etməsilə ya terror dəstəsi elan etməsilə təbii ki, İran bundan razı qalmayacaq. Çünki İran bunun üzərində çox böyük xərclər qoyubdur və əlbəttə ki, onu demək olar ki, özünün mənviyyatı və ya özünün teorisi əsasında Güney Azərbaycanda yerləşdirmə planları vardır və bu planları bundan ibarətdir ki, onları qanuni şəkildə, nə terrorist şəklində, nə terror qrupları şəklində, nə siyasi mühacir şəklində, yox, bəlkə öğrenci şəklində və özəlliklə yaşsız gənciləri, yəni 18, 19, 20, hətta 25'ə qədər bunları öğrenci formasında Güney Azərbaycanın şəhərlərində, özəlliklə Təbrizdə, Urmuda, Ərdəbildə yerləşdirsin. Və bunların indi yerləşimi nə qədərdir, nə deyil, bunu sonra danışacağıq. İkinci budur ki, Ərəb Kürt sızmalarının demək ki, Güney Azərbaycanda evlənməsini əsas tutuyor ki, bu evlənmə əsası demografik sistemin Azərbaycanda pozulmasını səbəbiyyət verir və bunun üzərində də yine söhbət edəcəyik, danışacağıq ki, necə bu ola bilir və rejimin, sistemin ümumiyyətlə bu tərz stratejilərində nə kimi önəmlər, nə kimi önəmli faktorlar vardır. Və ümumiyyətlə Güney Azərbaycanda 4-cü olaraq Güney Azərbaycanda bayaq dediyim kimi demografik sistemi sosial alanında tam olaraq türklükdən uzaqlaşdırıb və ya ən azından türklüyün orada qalib bir sistem olmasının qabağını qarşısını alsın. Bu da bir çabadır ki, rejim bu çabanı da təbii ki, istər-istəməz öz stratejilərində qoymaqdadır. Çünki Azərbaycanda hesablayanda Azərbaycan Türkiyənin və Kuzey Azərbaycanın sərhədləri olaraq, sınırları olaraq rejim, Tehran rejimi gözündən çox önəmli stratejik yerlərə bağlı olduğu nəzərdə almaq lazımdır. Hələ bir tərəfdən də düşünək ki, Azərbaycanın gələcəkdə İrandan ayrılacaq və Azərbaycanla birləşəcək fikri, düşüncəsi hər zaman olduqca rejimi incitməkdədir, hər zaman olduqca tədirginlik yaratmaqdadır. İndi Azərbaycanın gələcəkdə stratejik əsasında Türkiyə ilə konfederasyon formasına girməsi təbii ki, bu məsələni daha Tehran rejimi gözündən faciəvi şəklə çəkməkdədir, çəkir. Ona görə də bir divar çəkmək lazımdır, divar yaratmaq lazımdır. Bu divar kimin? Bu divar əlbəttə ki, Azərbaycanın güneyində olub boya başa çatan ordu mənsubları ilə, sipah mənsubları ilə olası deyil. Bu 3 gün, 5 gün olar, ondan sonra mütləqa və mütləqa tərs yaptılar. O baxımdan düşünmək lazımdır ki, demək bunun yerinə hansı qüvvələr gəlməlidir? İlk başda bu qüvvələr Həşd-ü Şəbi və ya ona bağlı olan tiplər olmalıdır ki, yine onun üzərində danışacağıq və 5 ümumiyyətlə Azərbaycan milli hərəkatını içdən kontrola almaq. Necə içdən kontrola almaq? Yadımıza gəlir, biz
1978-ci ildə Təbrizin 29 Bəhmən hərəkatında günortadan sonra Azərbaycan ümumiyyətlə Fars kökənli və ya başqa yerlərdən gələn demək ki, tük bilməyən ordu mənsubları tərəfindən işğal olundu. Yəni orada 29 Bəhmən hərəkatı günortadan sonra yerli o zamanın deyirəm, yerli polisin və yerli ordunun tərəfindən deyil, bəlkə təcili şəkildə uçaqla qoşun idi ki, başqa yerlərdən tökdülər və onlar heç bir müqayisə etmədən, heç bir şeyi nəzərdə almadan millətin üzərinə qoşun yağdırdılar. Və bu senaryo təqribən demələr o senaryoya bənzər ki, Həşd-i Şəbi üzərindən rejim bu oyunu oynamağa başlayıb və ya çoxdan da başlayıbdı. Əlbəttə ki, bu zaman demək olar ki, özünü göstərməyə çalışır. Və 5-ci əslində dedik, 6-cı Güney Azərbaycanın iqtisadi sosial alanını tam olaraq Tehran öz kontrolünün alması. Bu çox önəmli məsələdir ki, bunu necə ala bilir, necə indi bəlkə 100% ala bilmir, bəli, onu da alacaqdır. Ondan ötürü ki, bu öğrenci tipi vasitəsilə iqtisadi, ekonomi sistemlər qurulacaqdır və ekonomi iqtisadi sistemlərin birbaşa rejimin demək ki, qolçomaqları tərəfindən, terror dəstələri tərəfindən idarə olunacaqdır və təbii ki, istər-istəməz onlar da yerli olmadıqlarına görə əlbəttə ki, bu məsələni çox rahat yerinə oturtacaqlar. Bu nə zaman olacaqdır? O zaman olacaq ki, artıq rejimin içində çatlaqlar başlayıbdır və bu çatlaqların daha geniş, daha güclü şəkli forması Sipahın və ordunun içində də özünü göstərəcəkdir. Sipahın və ordunun içində göstərən bu çatlaqların nəticəsi etibarilə ordu mənsublarının və Sipah mənsublarının öz ailələri tərəfindən və ya öz vicdanları tərəfindən rejimin sıralarından çıxması ilə onların yerinə Həşd-i Şəbi ordusu və ya belə deyək, şibhə ordusunun yerləşməsi söz konusu olacaqdır. Əziz soydaşlarımız, biz başlıqlar əsasında bunu verdik. Sonra bu öğrencilərin ümumiyyətlə hansı universitetlərdə nə qədər olmaları, nə qədərli yerləşmələri söz konusu olacaqdır və bunu da biz ikinci görüşümüzdə sizinlə birlikdə paylaşacağıq. Mən burada bu birinci bölümü sonlandırıram. İkinci bölümə qədər sizinlə sağollaşıyorum. Sağ və səlamət qalın.